iPhone tarixində ilk dəfə ekran diaqonalı 4 düymə qədər böyüdü. Bu isə artıq tam mənasıyla yeni bir smartfon idi. Telefon metal korpusu yeni dizayn aldı. Daxildə Apple A6 prosessoru yer aldı. Operativ yaddaş 1 GB-a qaldırıldı. 1.2 megapiksellik yeni ön kamera əlavə olundu və ilk dəfə olaraq 4G dəstəyi təqdim edildi. Və nəhayət illərlə istifadə olunan köhnə və narahat 30 pinlik port tarixə qovuşdu. Onun yerinə əfsanəvi Lightning konnektoru aldı və daha rahat, daha müasir və iPhone-un gələcək illərini müəyyən edən bir addım oldu. iPhone 5 əslində Apple-ın biz də böyüyə bilərik, amma öz qaydalarımızla deməsinə açıq mesaj idi. Üstəlik Apple SIM kartın ölçüsünü bir dəfədə kiçiltdi və onu nano simə çevirdi. Şipli, balaca bir plastik parçasına. Və tarix təkrarlandı. Dünyanın yarısı yenə YouTube-da SIM kartı necə kəsməli videolarına baxırdı. iPhone 5 ilə birlikdə qutuda yeni AirPods qulaqlıqları da peyda oldu. Səliqəli plastik qabda. Bəli, o vaxtlar Apple-ın qutusundan həm şarj cihazı, həm də qulaqlıq çıxırdı. Ölçülərə gəlincə iPhone 5 biraz daha uzun, amma eyni zamanda daha nazik və daha yüngül idi. Nəinki iPhone 4S. Məsələn, Samsung Galaxy S3 kimi telefonların yanında lap balaca görünürdü. Xarici görünüşcə iPhone 4-də qoyulan dizayn xəttini davam etdirsə də, bu dəfə korpus şüşə yox, alüminiumdan hazırlanmışdı. Bu da telefonu daha möhkəm edirdi. O vaxta qədər bir çox Android flaqmanları artıq kağız üzərində iPhone-dan daha çox şey təklif edirdi. Daha böyük ekran, daha çox operativ yaddaş və əlavə funksiyalar. Amma Android rəqiblərlə texniki baxımdan geri qalmasına baxmayaraq, Apple satışları artırmaqda davam etdi və nəticədə iPhone 5 şirkətin ən populyar modellərindən birinə çevrildi. Bütün istehsal dövrü ərzində Apple bu modeldən 146 milyon ədəd satdı. Bu rəqəm təkcə uğur deyil, bu iPhone-un artıq kütləvi fenomenə çevrildiyini göstərirdi.